Hə, köhnələr. Bazar gününüz mübarək. İstirahət gününüz mübarək. İndi bax mən dəvətliyəm bir fərqli bir haş məclisinə. İndi gedirəm ora. Həmən haş məclisi Şur restoranında baş tutacaq. Özü də ki, hələ belə haş məclisi olmayacaq ya. Nəzərə alsaq ki, həmən restoranın da rəhbərliyi köhnələrdəndir. Bunlar biraz belə bir fərqli bir söhbət eləyiblər orada. Lev uşol iz doma. Şir evdən getdi. O vaxtı bizim bir məşhur Azərbaycan filmin kinosu var idi. Yadınızdadır, uşaqlığımızın kinosu. Bax, indi biz orada həm haş yiyəcəyik, həm də həmən o kino nümayiş olunacaq. Sonda isə bir dənə haşa gələnləri bir sürpriz gözləyir. Söhbət bax bu Şur restoranından gedir. Hal-hazırda indi bura daxil oluram. Sözün düzü mən özüm həmən bu restoranda ilk dəfəyəm. Amma açığı sizə desəm hələ birinci addımlardan içəri daxil olan kimi, yəni buranın interyeri məni heyran etdi. Çox qəşəng, belə solidni, necə söyləyim, intelligentni, yəni ki, zövqlü insanlar üçün olan bir məkandır. Yəni açığı deyim, o ləhlülülü sevənlər üçün deyil bura. Bura tamam başqa bir təbəqə insanlar üçündür. Ha, buyuruz. Yəni gördüyünüz kimi çəkirəm ki, siz də görəsiniz. Yəni ne cür, bax bura ürəyə yatandır. Bu da məclisimizin səbəbi haş. İttifasonundan superin superidir. Ha, yoldaşlar, ne deyirsiniz? Öyledir. Ha? Artıq ikinci port gedir. Bəh. Bomba qlamurlu xaçdır. Kim istəyirsə, hər 6-cı gün restoran Şura gəlsin, bax bu cürlə ləzzətli xaşı datsın. Muzikalni kinoxaş. Həmən bax o Şir evdən qaçdı kinosuna baxırıq. Həm də ki, bax o gözəl xaşı Şur restoranında dadırıq. Hamıya neyi var? Məsləhətdir. Qəlbdən qəlbə.